Dostlar salam, deməli bu Mizudo bir kontrollu boilerə qoşulan qazan qoşulmuşuq. Bunun bir dənə ləzzətli bir funksiyası var ki, yəni bu mobil telefonla idarə etmək var. Heç nə lazım deyil almaq, hər şey içindədir. Kombinin daxilində, yəni Wi-Fi qurusu artıq var. Telefon vasitəsilə idarə etmək istəyirsinizsə, sözsüz ki, Wi-Fi olmalıdır. Məsəl üçün qoşuldu. Burada var qış rejimi və yay rejimi. Burada söndürüb yandıra bilirsiniz, keçirdə bilirsiniz rejimlərdə. Qış rejimində radiatorun temperaturunu ayarlaya bilirsiniz. Yay rejimində isə, yəni duş rejimi var burada. Duş rejimində də kimdə boilerdir, boilerin temperaturunu ayarlayır. Kimdə sudur, kombidir. Pratochnidirsə, axın orada suyun temperaturunu verirsiniz. Sonra burada şey var, raspисание, yəni həftəlik timer proqram quraşdıra bilərsiniz və aşıqdalar da, yəni kombidə aşıqda yaransa, suyun təzyiqi düşsə, burada sizə bildiriş gələcək ki, suyun təzyiqi düşüb, su vurun, qaz yoxdur, qazı reset eləyin, yandırıb söndürməklə də reset eləmək olur. Təzyiq datçıqını da təzyiqi də göstərmək istəsəz, elektron datçıqı quraşdırmaq olar ki, təzyiqi görəsiniz və burada playmanın alovu göstərmə urveni də var. Yəni alov yananda o da bilinir ki, modulyasiya nə qədərdir? Modulyasiya nə qədərdir, necə işləyir, bəli. Xeyirli olsun.